Ölkədə və dünyada baş verən ən son hadisələrdən xəbərdar olmaq üçün videonu bəyənib, kanala abunə olub, bizə dəstək ola bilərsiniz. İndi isə keçək xəbərə. SF Azərbaycan şirkətinə məxsus Manato kredit təşkilatına məhdudiyyət qoyulub. Səyyar TV xəbər verir ki, Milli Azın əldə etdiyi məlumata görə artıq bir müddətdir ki, Manato kredit verilməsini dayandırıb. Sayta daxil olub, kredit əldə etmək istəyən vətəndaşlar ilk baxışda texniki xəta olduğunu düşünürlər, lakin kredit verilməsi dayandırılıb. Hazırda şirkət borcların toplanması işi ilə məşğuldur. Məhdudiyyətin yaxın zamanlarda aradan qaldırılıb-qaldırılmayacağı isə məlum deyil. Qeyd edək ki, SF Azərbaycan Latviyanın San Finans Qrup şirkəti tərəfindən yaradılıb. Azərbaycanda bu şirkət Manato və pulum az əmtəə nişanları adı altında fəaliyyət göstərir.